Salam, mən həkim infeksiyonist Cəlalova Minə. Bugün sizə legionella xəstəliyi haqqında məlumat verəcəm. Yay aylarında kondisionerlərdən istifadə çoxlarının düşüncəsinə görə sadəcə soyuq dəyməyə səbəb olur. Lakin bu belə deyil. Düzgün qulluq edilməyən su sistemləri və kondisionerlər legionella bakteriyalarının artıq çoxalmasına səbəb ola bilər. Bunun nəticəsində legionella pnevmoniyası yaranır. Bakteriya əsasən isti su sistemlərində çoxalaraq su aerozolları vasitəsilə tənəffüs yollarına daxil olur. Tənəffüs yollarına daxil olmuş bakteriyalar legionella pnevmoniyasını törədir. Xəstəliyin əsas əlaməti temperaturun yüksəlməsi, qızdırmanın hətta 39-40 dərəcəyə qədər qalxması, baş və əzələ ağrıları, halsızlıq, qusma və ishal daxildir. Risk qrupuna əsasən 50 yaşından yuxarı şəxslər, spirtli içki və siqaret istifadəçiləri, xroniki xəstəliyi olan şəxslər, eləcə də immunsuppressiv şəxslər daxildir. Xəstəliyin müalicəsi antibiotiklər vasitəsilə aparılır. Xəstəlikdən qorunmaq üçün isə su sistemlərinə düzgün qulluq etmək və texniki baxışı vaxtında keçirilməsi daxildir.